allergik rinit. Yəni allergiya mənşəli burnun axması, gözdən su axması, narahatçılıq yaşanması, askırma, öskürmə. Allergik rinit, düzdür, rinit burnun iltihabı deməkdir və allergik rinit də əsasən burun axmasıdır. Amma bura həm askırma da, öskürmə də, gözdən yaşın axmasını da aid eləyə bilər. Allergik rinitin yaranmasına təkan verən nələr ola bilər? Məsələn, nəslinizdə əgər anada, nənədə, babada, hətta yaxın qohumlarda həmin o allergik rinit olubsa və ya varsa, bu deməkdir ki, genetik olaraq meyillisiniz siz o allergik rinitə. Sonra yaz vaxtı çiçək tozcuqları, bitki tozcuqları çıxanda, sonra ev tozu və toz kənələri, ev heyvanlarının tükləri. Bunlar nə deməkdir? Yəni, ev heyvanlarını bilirəm, başa düşürəm, sevirsiniz, çox əzizləyirsiniz, ondan bir qabdan yemək yemək istəyirsiniz, amma təəssüflər olsun ki, o ev heyvanlarının tükcükləri sizin allergiyanızı azdıra bilir, yəni daha da çoxalda bilir, kəskinləşdirə bilir, əziyyət çəkən siz olursunuz, mən olmuram. Gedin yenə də pişiklə bir qabdan yemək yeyirsiniz, yeyin, amma onu bilin ki, onun tükcükləri sizin allergiyanızı artırır.